Mətnə əsasən hansı fikri doğru hesab etmək olar? Cavabımız elə birinci variantdır. Övlad anasının görüşünə tək getməyib. Orada qeyd edir ki, gör sənin görüşünə nə qədər nəvə nəticə gətirmişəm. Ana yaxın adamlarla heç bir ünsiyyət qurmaq istəmir. Bu səhv fikirdir. Oğlu ilə ünsiyyət qurur. Həmçinin burada misal çəkərək Süleyman peyğəmbərdən məsəl gətirərək qeyd eləyir ki, oğlu öz ev eşiyinə qayıtsın, onlarla birlikdə yaşamaq istəyir. Deməli, bu fikir yanlışdır. Hadisənin tətil günləri ərzində baş verdiyi məlum olur. Ümumiyyətlə, burada zamanla bağlı bir məlumat yoxdur. Ana şəhər həyatını sevmədiyini bildirir. Ananın nitqində belə bir fikrə rast gəlmirik. Ailənin bütün üzvləri şəhərdə oğulla birlikdə yaşayır. Bu yanlışdır, çünki mətndən belə məlum olur ki, ana kənddəki evdə yaşayırdı. Deyir ki, atam dünyanı tərk edəndən sonra anam malqaranı yaxın yox, öz qadınlara satmışdı. Sonra həyata daxil olanda oğlu hər şeyin əvvəl kimi qaldığını görür. Belə çıxır ki, oğlu və anası ayrı yaşayırlar. Deməli, bu fikir də yanlışdır.